Sadə bir material, amma əsrlər boyu dəyişən, formalaşan, yenilənən və gündəlik həyatımıza toxunan bir sənətdir gil. Bugün elə sizi bu sənətlə tanış edəcəyik. Həm ənənəvi köklərinə toxunaraq, həm də müasir istifadəsinə baxaraq. Gil görünüşcə sadə olsa da, doğru texnika ilə işləndikdə istənilən formanı alır. Hazırda bu sahədə çalışan müasir sənətkarlar yalnız bəzək əşyaları deyil, gündəlik, praktik həyatda istifadə edə biləcəyimiz məhsullar da hazırlayırlar. Gəlin bu proseslə yaxından tanış olaq. Hazırladığımız məhsul üçün hansı gildən istifadə edirsiniz? Hazırladığımız məhsullarda adətən ağ gildən istifadə edirik. Ağ gil həm daha yüksək temperatura dözümlüdür, həm də ki, forma vermək daha asandır. Gili əvvəlcə biraz yoğururuq, o gilin içində hava qabarcıq qalmasın, heç nə qalmasın deyə. Ondan sonra formanı veririk, necə forma istəyiriksə, ya qançarda, ya əldə, necə istəyiriksə düzəldirik. Ondan sonra isə bu formanı qoyuruq, qurusun. Quruma 3-4 gün çəkə bilər. Quruma zaman diqqət etməmiz gerəkən şeylər onlardır ki, çatılar baş verməsin. Buna görə də qurumanı yavaş tempdə aparmalıyıq və qurumanın sürəti fəslə görə, hava temperaturuna görə və işin kütləsinə görə dəyişə bilər. Quruduqdan sonra bu bir dəfə bişməyə girir. Bişmədən sonra üstünə ya şirə vurulur, rəngli glazurlardan istifadə edilir, ya da ki, rənglərlə boyanılır. Ondan sonra şirə ilə təkrar bişməyə göndərilir. Təkrar bişmədən sonra hazır olur məhsul. Bu məhsullar yalnız gözəllik üçün deyil, gündəlik həyatımızda real şəkildə istifadə olunur. İstər səhər çayınızı içdiyiniz fincan, istər qonaq masasında təqdim etdiyiniz salat qabı. Gildən hazırlanan əşyalar həm davamlı, həm də ruhu olan əşyalardır. Gilin keyfiyyətini necə müəyyən edirsiniz? Yaxşı gil daha elastik olmalıdır, daha yaxşı dözümlü olmalıdır, çatlamalar olmamalıdır və gillə işlədikdə, su vurduqda gilə formanı yaxşı saxlamağı bacarmalıdır. Bu məhsulların rəngləmə texnikası haqqında nələr deyə bilərsiniz? Bu rəngləmə texnikası iki üsulla ola bilər. Bir, glazurlama, şirələmə, yəni şirələdiyimiz zamanı ona fərqli rənglər vururuq və yenə bişməyə gedir. Bir də var ki, rənglərlə onu boyuyuruq. Hazırladığımız məhsullar qabıyan maşın və mikrodalğaya davamlıdır. Amma bunun üçün hazırlama prosesində diqqətli olmalıyıq, şirələmə prosesində diqqətli olmalıyıq və fincanlarda və yaxud hansı qablarda çatılar olmamalıdır. Bugün sizinlə sadə gildən yaranan zərifliyi, zəhməti və funksionallığı kəşf etdik. Bəlkə də gələn dəfə məhsulunuza baxanda bu prosesləri və bu sənəti xatırlayacaqsınız. Gələn dəfə görüşənədək.